Rusiya Silahlı Qüvvələri Nikolayev vilayətinin Luparevo kəndində Britaniya xüsusi təyinatlılarının Ukrayna Silahlı Qüvvələrinə təlim keçdiyi təlim düşərgəsinə hücum edib. Bu barədə Rusiya tərəfdarı olan Nikolayev yeraltı hərəkatının koordinatoru Sergey Lebedev məlumat verib. Onlar sahilə desant çıxarmağı məşq edirlər. Sahil boyu təlim düşərgəsinə zərbə endirilib, deyə o qeyd edib. Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasındakı çıxışında deyib. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindəyik. 2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacaq. Bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini davamlı və cəmiyyət mərkəzli edən xalqdır. Rusiyanın heç vaxt NATO və ya Avropa Birliyinə hücum etmək niyyəti olmayıb, ancaq ölkəmizə qarşı istənilən təcavüz qətiyyətlə qarşılanacaq. Bu sözləri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışında deyib. NATO və Avropa Birliyində elə şəxslər var ki, həm seçicilərini Rusiya ilə müharibənin qaçınılmazlığına inandırır, həm də Kaliningrad vilayəti və digər ərazilərimizə hücuma hazırlaşdıqlarını qeyd edirlər. Rusiyada Azərbaycanlı iş adamlarına və diaspor nümayəndələrinə qarşı təzyiq və hüquqi təqib dalğası genişlənməkdə davam edir. Bu prosesin son nümunəsi kimi Tuapse limanının sahibi, tanınmış Azərbaycanlı iş adamı Şahlar Novruzov barəsində cinayət işi açılıb və o artıq həbs olunub. Rusiya Baş Prokurorluğunun yaydığı məlumata görə Novruzov 919 milyon rubldan çox vəsaitin mənimsənilməsində ittiham olunur. Onun barəsində açılan iş Rusiya Cinayət Məcəlləsinin 30.3 və 159.4-cü maddələri xüsusi iri məbləğdə dərədüzlüğə cəhd üzrə aparılır. Məlumata görə o rəhbəri olduğu Kafe Köhnə Bakı MMC və Darfrut MMC şirkətlərinin nizamnamə kapitalında 100%lik payı mənimsəməyə cəhd edib. Həmin komissiya qurumlarla məxsus daşınmaz əmlakların bazar dəyəri 919,4 milyon rubl təşkil edir. Məhkəmə iclası 17 oktyabr tarixinə təyin edilib. Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə bitməmiş yeni bir cəbhə açmağı planlaşdırır. Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Kreml Avropanın reaksiyasını PUA təxribatları ilə yoxlayır. Çünki Kiyevə olan dəstəyi zəiflətməyə çalışır. Rusiya hərəkətləri gözlənilməz olmayıb. Artıq Putinin yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıqlar etmişdi. Mən düşünürdüm ki, bu daha tez baş verəcək və bu barədə danışmışam. Sual yaranır ki, Putin Ukraynada müharibənin bitməsini gözləməyəcəkmi? O başqa cəbhə açacaq. Ukrayna artıq bir neçə ölkə ilə məsləhətləşmə aparıb, lakin hansı ölkələrlə olduğunu açıqlamayacaq. Dron əleyhinə əməliyyatlar ilə bağlı mütəxəssislər birgə qrup yaradacaq və bəzi ölkələrin nümayəndələri təlim üçün Ukraynaya gələcəklər. Zəngəzur dəhlizi ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışında deyib. O bildirib ki, marşrutun həm regional, həm də qlobal əhəmiyyəti də təsiri olacaq. Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş Trump marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycan arasında dövlət daxili, iki tərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanın ərazisindən keçməklə maneəsiz əlaqəni təmin edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək.
İran və Avropa Birliyi ölkələri İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə yaxın idi, lakin ABŞ müdaxilə etdi və Vaşinqtonun təzyiqi ilə Avropa ölkələri geri çəkildi. Bunu İran prezidenti Məsud Pezeshkian deyib. Nyu-Yorkda Avropalılara avtomatik sanksiya mexanizmi haqqında danışanda biz razılığa olduqca yaxın idik. Lakin onlar Amerikalılarla danışdılar və bəhanələr axtararaq fikirlərini dəyişdilər. Ukrayna Silahlı Qüvvələrinin hücumun səbəbindən Zaporojye vilayətində elektrik enerjisi kəsilib. Bu barədə vilayətin qubernatoru məlumat verib. Məlumatda ballistik elektrik enerjisinin 2 saat ərzində bərpa olunacağına söz verib. Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışında Türkiyə və Ermənistan arasında artan etimaddan danışıb. Prezident Erdoğanla mənim aramda davamlı olaraq etimad səviyyəsi artır, deyə baş nazir qeyd edib. Paşinyan Ankara ilə aparılan müntəzəm diyaloqları müsbət adlandırıb. Həmçinin yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək hadisələrin olacağına da əmin olduğunu vurğulayıb. Amsterdam yaxınlığındakı Schiphol hava limanında uçuş enmə zolağı naməlum PUA görünməsi səbəbindən 45 dəqiqəlik bağlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə təxminən 150 metr hündürlükdə müşahidə edilən dron haqqında xəbər verilib. Pilotsuz təyyarəni və onun operatorunu axtarmaq üçün vertolyot göndərilib, lakin onlar tapılmayıb. Nəticədə uçuş enmə zolağı 45 dəqiqə bağlanıb və uçuşlar digər zolağa yönləndirilib.